Kinoaktyor Ələsgər İbrahimov 1942-ci ildə Bakıda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra indiki Dövlət Neft Akademiyasında təhsil alıb. Uşaqlıq və yeniyetməlik dövrü ağır illərə təsadüf eləyib. Kino rejissor Arif Babayevlə tanışlığı isə həyatını bütünlüklə kinoya bağlayıb. Arif müəllimin köməkliyi ilə kino studiyada mühəndis kimi işə düzəlib. Paralel olaraq filmlərdə çəkilib. Görkəmli teatr kino rejissoru Adil İskəndərovun kino studiyasının nəzdində açdığı kinoaktyor kursunda təhsil alması isə aktyorun kino fəaliyyətinin kütləşməsinə ardıcıl olaraq filmlərə dəvət almasına səbəb olub. Kinoda debüt rolu kino rejissor Rüfət Şabanovun quruluş verdiyi Liftçi qız novellasında çimərlikdəki gənc olan aktyor, bundan sonra kino rejissor Arif Babayevin quruluş verdiyi İnsan Məskən Salır filmində Ramiz Ağayev obrazını yaradıb. Aktyorun 7 oğul istəyirəm filmindəki Zalımoğlu obrazı digər personajlar qədər diqqət çəkən, filmin aparıcı qüvvəsi kimi qəbul edilən personajdır. 37 illik ömrünün 13 ili kinoda keçən aktyora 8 filmdə irli xırdalı rol həvalə edən rejissorların onun istedadından zamanında istifadə etdikləri, kinoda qalmasına kömək etdikləri təsdiqini tapır. Kino istedadları sevir, yaddaşlarda yaşadır. Ələsgər İbrahimovun ustalıqla yaratdığı irli xırdalı rolları da kino lentlərin yaddaşında, kino sevərlərin qəlbində yaşamaqdadır və xatırlanmaqdadır.